Siz burada telefon nömrələri görürsünüz və təbii ki, mən bunu bu formada yazmıram. Baxın 070 558 40 95. Belə yazdım və bu artıq nömrə formatında deyil. Mən bunun üçün indirəm. Gəldim burada D sütununu seçdim və Ctrl 1. Gəldi format Sales pəncərəsi. Baxın burada ən aşağıda custom formatı var, yəni fərdi formatlar var. Burada type bölməsində baxın, buradan general sildim və yazıram. 000 bağla 000 Yəni mənim yazdığım qiymətləri baxın burada nömrə formatına çevrilmiş oldu. Və gəldim burada baxın, tutaq ki 070 611 33 04 yazdım və bunu mənim yerimə çevirdim nömrə formatına. Heç öndə olan 0 yazmasa da olar. Baxın 0 olmalı. 70 611 33 deməli 04 və bu oldu number formatında. Daha doğrusu nömrə formatında. Yəni biz bununla daha tez bir formada yazdığımız qiymətləri nömrə formatına çevirmiş olarıq.